Hara gedəyin növbəti buraxılışı hardadır? Lənkəranda. Bu dəfə sizə Lənkəranı fərqli formada göstərəcəyik. Cənub mətbəxinin özəl yeməkləri, gəzməli, görməli yerləri Lənkəranımızı kameramızın gözü ilə seyr edəcəyik. Getdik. Getdik. Adın əzbərdi dilimdə, Xan Lənkəran mənə doğmasan əzizsən. Can Lənkəran ana yurdum, öz diyarım, doğma məkanım, səni hər kəs belə tanıyır. Xan Lənkəran. Lənkəranı qutaracağında, lerikin başlanğıcında Sizi gözəl bir məkanla tanış edəcəyik. getdik, Melaza getdik. Getdik. Burada yediniz, içdiniz, əyləndiniz. Başqa yerlərə getməyə ehtiyac yoxdur. Burada gözəl otel var. Rahat dincəlirsən. Mənzərəyə baxa-baxa. Daha nə istəyirsən? Özü də ailənizlə, dostlarınızla gözəl günləri qeyd etməyə zal da var burada, zal. Canlı musiqisi ilə. Hə, şəxsən həftədə bir dəfə mən də gəlirəm bura. Əgər ailənizlə Lənkərana gəlmisinizsə, onda Mandarin Uşaq Əyləncə Mərkəzinə gəlin. övladlarınızı gətirin, əylənsinlər. Siz də baxın, keyif alın. Gedək biz də əylənək. Hara gedək? Mandarin Əyləncə Mərkəzində. Mandarin Əyləncə Mərkəzini seçirlər. Əvvəla xoş gəlmisiniz. Bizim bu gözəl məkanımızda bizim qonağımızsınız. Çox gözəl sualdır. Bu suala cavablar yəni yetməz. Yəni çoxdur. Məkanımızın ailəvi məkan olması, məkanımızın hər gün saat 20:00-da canlı musiqi, canlı ifa, uşaqlar üçün klon, personajlar, müxtəlif oyunlar, hədiyyələr və bir sıra maraqlı oyunlar, məkanımızın səliqəsi, məkanımızın dadlı yeməkləri. Yəni məncə bu sualı insanlara, Cənub bölgəsinin insanlarına versək daha doğru olar. Mənə lazım idi bu istidə qatarla gəlmək. Denən maşını qodda, oto maşına gəl də. Qatarın da kolsaları yeyildi, sürə bilmədim. Buna bax, mən burada qatarı gözləyirəm istidə. Bu da nazdana gəlir. Gəl çıx sən, tez ol, tez ol. Hardasan? Və qatarla gəlmədin? Qatarla gəlirdim, yolda qatar şoförü ilə dalaşdım, məni düşürtdü yaxın stansiyada, Lənkəran stansiyasında. Çıxdım, piyada gəldim. Çədirildindən. Elə yaxşı oldu. Ala, indi özün daşıyarsan. Mən getdim. Olsa sən bura qədər daşımasan.
Sən məni Lənkərana. Acından da ölürəm. Hanım bunun ləvəngi plovu, badımcan ləvəngisi, küküsü, daha bütün Lənkəran mətbəxində olan bütün yeməklər hanı acından ölürəm. Bunların hamısı mən söz vermirəm, əməl eləyirəm. Bax, Orman Park restoranının düz qabağındayam. Ancaq dırdır eləyirsən, gedək görəsən nə var burada. Amil, Hə. o vaxt nənələrimiz uşaq vaxtı idim, Lənkərana gəlmişdim. Ləvəngi plovu yemişdim. Eyni onlar kimi bişirlər. O qədər dadlıdır. Buna bax, yumuşaq deyə. Buna bax. Pilə kimi deyə, Azərbaycanın bütün regionlarının mətbəx mədəniyyəti, süfrə yamları tamam başqadır. Amma bu cənuba gələndə insanın yadına cücə plov, cücə ləvəngisi, badımcan ləvəngisi, badımcan qarın yarma deyirləri o düşür. Cənub mətbəxi də bir ayrı ləzzəti var da. Adamın ağzında pambıq Mən cücü plov, cücü. Bu şeylə, gördün? Cənuba gələsən, gərəf qovurması, ləvəngi plov, cücə təndirdə, pol altı yeyib getməsən, elə bil ki, plovu pişirib qoymusan polun altına. Sən məni ləvəngi plovla aldada bilmərsən ha. Hanı bəs o badımcan ləvəngisi? Qabağındakı yequtar sənə hələ turşulu aş da gələcək, darıqma, nə? Ana Allah. 1 kilo zakaz vermişəm, ləvəngi bişir. Yox. O deyil, ha, gəlir. Nə? Badımcan ləvəngisi. Gəlsin, gəlsin, gəlsin. Deyirəm bu, elmin sağ olsun da, nömrəsi də 441-dir maşının nömrəsi. Mən bu Lənkərana gələndə hər dəfə ləvəngi qonaqlıq verir. Ye gözün doysun, ye. Hələ bu, tamam başqa tiyamdır da, bəh, 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 bəh. Deyirəm ki, Orman Park restoranı sağ olsun da, həmişə mən Lənkərana gələndə məni yüksək səviyyədə qarşılayır. Güləüz personal, gözəl insanlar, təbiətlə dənizin qovuşduğu bir məkan. Sənə görə qarşılamırlar, mənə görə qarşılayırlar. Mən olmasa mənə deyir ki, mən sənsiz geçsəm itərəm. Özdə sən təkcə qaçıb gəldi, qalmışdı qatar yolunda. Mən nə deyirəm, bu ne danışır? Yaxşı, yaxşı, yaxşı. Çörək bil, çörək bil. Şef Nicat, bugün Buyurun. bizə nə hazırlayırsınız? Bugün vişnəli salat hazırlayırıq. Özəl bir şəkildə, yəni qaydası olaraq necə şəkildə hazırlanır, onu biz göstərəcəyik. Buyurun, Buyurun. göstərin. İndi vaxt çatdı, bu Bəli. vişnə salatının dadına. Buyurun, dadına baxın. Baxaq da. Bal deyil, bal. İnsanlar istirahət üçün nə axtarır? Rahatçılıq, Ona görə Lənkərana gəldinsə, hara gəlirsən? rahat, ailəvi istirahət mərkəzinə gəlirsə. Gedək, gedək. Gedək, gedək. Getdik, qəşəng gəzdik, gəldik.
Rahat Məkan restoranından. Bəli. Buranın samavar çayı həqiqətən də mürəbbəsi, hər şey orqanikdir, çox dadlıdır. Çayın ətri Lənkəran çayıdır ya özdə. Bilirsən necədir? Sən idin də qatar yolundan bəri istidən ölürlər. Deyirdin ki, gedim rahatsızlıq bir yerdə bir samavar çay için. Mən də səni gətirdim rahat məkana ki, bu cənub mürəbbələrindən, bu masallı Lənkəran lirik təbiətindən gələn dadlı mürəbbələrdən yeyib rahat məkanda çay içəsən məndən. Limon. Yox, Qoymur, hə, yaxşı, yaxşı. deyirəm Lənkəran limonu da, Lənkəran çayı da bir başqa dad verir də cənuba. Cənub həqiqətən də gözəldir. Azərbaycanın bütün rayonları kimi cənubun da öz süfrəsi var, öz çayı var. Hələ ləvəngisi, plovu, hələ nədir, turşulu aşın demirəm. Hələ badımcan yarması deyirlər, qovurma. Ay Amil, Hə. mən özüm bilirsən ki, çay içənəm. Amma bu Lənkəran çayının dadı bir başqadır da. Çayların şahıdır, şahı. Çayların şahı da özdə. Bilirsən necə bunu təbii özləri yetişdirirlər, dərirlər. Hələ Lənkəranda, Lerikdə bir dənə çiyələklər yetişir, bir dənə sitrus meyvələr yetişir. Gəl görəsən də. Özün özü fikirləşsən, mürəbbəni çəksən, mən də ağgilasdan çəkim. Bəh. Amil, Ha. bu çay məni acıtdı. Qəşəng bir Lənkəran yeməkləri olsaydı, yeyərdi. Elə səni mən hər yerdə yeyib içmək Allahım yenə də qarnın doymur, gözün doymur. Onu da fikirləşmişəm. Axşamdır da. Çay içəndən sonra yemək də gəlir hələ. Cənub mətbəxindən bir-birindən ləzzətli xörəklər gəlir. Dinmə, sakit ol. Sağ ol, ay Amil. Ayıbdır. Dedi sakit ol, ağıllısan da. El-oba var, camaat var. Bizdən başqa da adamlar var da bir çöllüyün olsun da. Mən də deyim ki, mən xanım xatın arvadla çıxmışam gəzməyə, bərvadla yox. Yaxşı, çay ver. Rahat Məkan restoranı bizə gözəl bir süfrə açıbdı. Yay mövsümünə uyğun olaraq qarpızı yemişi öz yerində, ancaq Cənub mətbəxinin bir neçə özəl yeməkləri var ki, onlardan indi bizim üçün göndərəcəklər. Ziyad balığıdır, çolupadır, balıqdır və Cənubun məşhur küküsüdür. Gəlir, yaxınlaşır. Bax, çolupa ləvəngisi. Nuş elə görək. Peşməkdir, peşmək. Yumuşaqdır. Necə uzardıblar, gözəl. Bəh. Bu, Zavr aşpazın bişirdiyi yeməklərə söz ola bilməz. Qəşəngdir, ləzzətli. Çox. Neysə burnuma ziyad balığının qoxusu gəlir, balığın qoxusu gəlir. Düz tapdınsan Amil, gəlir. 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 Baba. Tələsmə. Bax, orası sənindir. Bal, bal. Quyruğu sənindir. Möhtəşəmdir. Bunu belə batırsan Amil. Bir dənə nə qaldı? Kükü badımcan. Lənkərana gəlmisənsə, mütləq İpək yoluna yolun düşməlidir.
Çünkü İpek yoluna geldinse soruşma bu şirniyat var, bu şirniyat var. Çünkü burada yoktu sözü yoktu. Yüreğin isteyen bütün şirniyatlardan dada bilərsən. Biz de gedirik dadmağa. Gedək. Gedək. Bəh, 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 bəh. Bu şirniyat tamam başqadır. Bunun reseptini götürək, gedəndə evdə bişirərsən sən. Amil, içində xurma ilə qoz var. Nə dadlıdır bu? Bir də ki, Hə. niyə bişirirəm ki? Niyə bişirirəm? Elə bura rahat gəlib buradan ala bilərik də. Özü çox dadlı. Necə də ləzzətlidir. Bunu nasıl yeyəcəm? Bir də bura bax, səni bura gətirməyimin məqsədi odur ki, biraz şirniyatdan yeyib İpək yolunu şirniyatından dilüvü şirin eləyəsən. Axşamacan dur, vır, mır. Bəsdir də. Görürsən, sonra qədrimi bilməyəsən. Görürsən nətər bazarlıq eləyirlər. Gəl, çox danışma. Gəlmişik Lənkərana. Dedik, harda yaxşı istirahət eləmək üçün qalmağa bir yer var. Astalanyada. Çünki buranın həm dənizi var, həm də ki, gözəl, ləzzətli yemək içməkləri var. Bax, Amil, mən çimərliyə getmək istəyirəm. Yaxındır bura? Yaxındır. Bax, buradan çıxırsan, otağın o bir üzü dənizə çıxır. Nə gözəl. Gedək. Gedək. 9 iqlimli səfalı cənub diyarım, səni cənnət deyə sevdim. Dövləti varım ey qonaq pərvər adlanan, əziz Lənkəran, gülər üz səmimi insan, hamı mehriban. O qədər gözəlliyin var, o gözəllik sənə azdı. Bu şirin nəğməli şeiri sənə qəlbim özü yazdı. Adın əzbərdi dilimdə, xan Lənkəran, mənə doğmasan əzizsən. Can Lənkəran, ana yurdum öz diyarım, doğma məkanım, səni hər kəs belə tanıyır. Xan Lənkəran, adın əzbərdi dilimdə, xan Lənkəran, mənə doğmasan əzizsən. Can Lənkəran, ana yurdum öz diyarım, doğma məkanım, səni hər kəs belə tanıyır. Xan Lənkəran. Bununla da Lənkəran bölümümüz sona yetdi. Lənkəran bir-birindən gözəl cənub yeməklərindən, bir-birindən gözəl əyləncəli məkanlarından bizə öz zövqün verdi, təbiətin feyzini aldıq. Siz də Lənkərana gəlin, görün nələr var. İndi bundan sonra biz hara gedək?